Paytaxtın bir çox ərazisində piyada keçidi olsa da piyadalar ondan istifadə etməyə səhlənkarlıq edir. Belə ərazilərdən biri də Bakının 5 mərtəbə adlanan dairəsidir. Bakı şəhər Dövlət Yol Polisinin piyada keçidlərə bağlı reydləri davam edir. Xəbərliyində Az İnformasiya Agentliyinin çəkiliş qrupu həmin reydlərin birində iştirak edib. Salam aleyküm. Piyada keçidlərlə istifadə eləmir. Görməmişəm, həmişə burada keçir. Bəzi piyadalar qaydanı pozsa da səhvlərini etiraf etməyi bacarır. Piyada keçidlərlə istifadə etmək Məhəmməd müəllim, yol hərəkət qaydalarını pozmuşsunuz. Yeraltı keçid olan yerdə yolun üstünü hərəkət eləmişsiniz. İnzibat xətalar məzəlləsi 153.1 maddəsinə görə sizə protokol yazılacaq sizə. Bir an müddətinə beynəlxalq baş kapital bankı ödeyə bilərsiniz. Hətta polislərə məsləhət verənlər də olur. Öz problemimdir. Mən baxmalısın. Onda qırmızıda keçin deyin ki, mən yox, qırmızını mən bilirəm, ancaq o yenidir. O yeni deyil müəllim, çoxdan qoydum. Çoxdan qoydunsan, amma neçə əməkdaşdır belə siz çəkirsənsə? Bəli. 4 dənə əməkdaşdır, polis əməkdaşı. 4 polis əməkdaşından, 4 polis əməkdaşından. 4-ü də burada dayanıb. Başımı aşağı salıb keçə bilərəm. 100 dəfə də buradan keçmişəm, 100 dəfə də. Sadəcə bu 5 əməkdaşdan biri orada dayanıb insanlara xəbərdarlıq etmir. Yox, fit salırlar axı sizə. Mənə fit salmır. Mən gələndə fit salmır. Sakitcə durub elə ki, burada ov tutar kimi bir şey alır. Burada xəbərdarlıq nişanları var axı. Oradan gələndə mən bir dənə də qardaş gəlir. Bax, hamısı gəlirlər. Orada bir dənə əməkdaşına durub onlara xəbərdarlıq edə bilmir. Şikayətimiz nədəndir? Bilməmişik, keçmiş yolu tuturlar da bizi. Yəni təqsirkar polislər də belə deyək də, yəni xəbərdarlıq eləmirlər. Hə də eləməyiblər xəbərdarlıq, bəli. Bəziləri isə elə gördüyünüz bu xanım kimi qaydanı pozmağı azmış kimi не надо, я уже паспорт. Не надо, я уже паспорт. Bakı şəhər Baş Polis İdarəsinin polis mayoru İbrahimov İlqar xəbərliyində Az İnformasiya Agentliyinə müsahibə verib. Yol hərəkət haqqında qanunun 40-cı maddəsinin tələbləri pozularaq son dövrlərdə yol hərəkət hissəsinin müəyyən olmayan yerlərdən keçilməsi, hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxmaq və bunun nəticəsində də yol hərəkət qaydalarının çox şəkildə pozulması hallarına yol verir. Bu halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi rəhbərliyi müvafiq sərəncam imzalamış və həmin sərəncama əsasən Bakı şəhərinin rayon polis idarələrindən Bakı şəhər Dövlət Yol Polis İdarəsinə müəyyən sayda əməkdaşlar elzam olunmuşdur. Həmin əməkdaşlara müvəqqəti olaraq Yol Patrul Xidməti İnspektoru səlahiyyətlərini icra etmək həvalə edilmişdir. Həmin Patrul Xidməti əməkdaşları Bakı şəhərində yerüstü və yeraltı keçidlərdə xidmətə cəlb olunur. Həmin keçidlər yerləşən ərazilərdə yol hərəkət hissəsinin müəyyən olmayan keçid vətəndaşlara qarşı inzibati qaydada protokol tərtib edilir. Hal-hazırki günədək iyul ayının 26-sından tədbirlərimiz davam edir. Həyata keçirilən tədbirlər nəticəsində 7500 nəfər vətəndaşa qarşı inzibati qaydada tədbir görülmüş, 15 mindən yaxın vətəndaşımız xəbərdarlıq olmuş. Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir. Bir də üzr istəyirik, yəni ötən günlərlə müqayisədə yəni bu reydlərin keçirilməsi müsbət nəticə verirmi? Sevgili aldı ki, bəli, postlar təyin olunmuş ərazilərdə, bu cümlədən kütləvi informasiya vasitələrində aparılan təbliğat işləri nəticəsində vətəndaşlarımız əksər hallarda, yəni daha çox yol hərəkət hissəsini müəyyən olunmuş yerlərdən keçməyə üstünlük verirlər, yəni yol hərəkət qaydalarının pozulmasına azalma müşahidə olunur. Bəs görək piyada keçidindən istifadə edənlər qaydanı pozanlara nə kimi tövsiyələr verir? Canlarını istəyirlərsə keçiddən keçsin. İstifadə eləsinlər keçiddən. Подземный переход – это самый хороший переход в том отношении, что попасть под машину можно будет, те, которые очень спешат kуда-то. Безопасно. Yine ki benim yakında kızım o probleme düşmüştü. 10 manat şraf yazmıştılar. Bu ona uşaqdır, 18 yaşına tamam olmuş, fikirləşmir ki, belə bir qanuna çıxıb. Mən ümumiyyətlə vəbşi çoxdan həmişə keçiddən keçmişəm. İstəyəm sovetую, что так лучше и həm cibə ziyan olmur, həm də ki, tak безопасно, təhlükəsizlikdir. Bu piyada keçidindən istifadə edəməyənlərə tövsiyəmiz nə olardı? Ancaq piyada keçidindən istifadə edilsin. Əgər canlıların qayğısına qalırlarsa. Bir sözlə, çalışaq ki, piyada keçidlərindən istifadə edək. Bu, ən azından həm cibimizə, həm də sağlamlığımıza xeyirdir. Səbuhi Vaqifoğlu, Abbas Əloğlu, Xəbərliyində Az İnformasiya Agentliyi.